Moskvanın kənar rayonunda köhnə mənzillərdən birinin zirzəmisində, zibil qutularının arasında əlləri titrəyən qoca kişi qəhvəyi zərfin içindən çıxan audio kaseti işığa tutdu. Üzərindəki etiketin yarısı cırılmışdı, amma həmin yarımda oxuna bilən söz onun ürəyini dondurmağa kifayət etdi. Mütalibov, fevral 92-ci. Kasetin arxasında qırmızı qələmlə yazılmış 2 söz vardı ki, onları oxuyanda əlləri lap titrəməyə başladı. Əsla açma. Bu qoca 3-cü gün ərzində həmin kaseti dinləməyə cəsarət edə bilmirdi. Çünki o, 8 il prezident aparatında işləmişdi və yaxşı bilirdi ki, fevral ayının neçənci həftəsində nə baş vermişdi. Ən qorxunc isə kasetin 45 dəqiqəlik uzunluğunun ilk 15 dəqiqəsi texniki xətanın qurbanı olmuşdu. Maqnit lent tamamilə təmiz idi. Sanki kimsə bilə-bilə, diqqətlə, səbirlə onu silmişdi. Bu qoca həmin gün gecə 2-də bizə zəng edəndə dedi ki, arxiv sənədləri arasında 8 il əvvəl axtardığı material tapmışdı. Amma indi o tapdığına peşman olduğunu bildirdi. Çünki kasetin qalan 30 dəqiqəsində eşitdiyi hər söz ona son 30 ilin bütün həqiqətlərini şübhə salırdı. Biz bu kaseti indi sizə tam şəkildə göstərə bilmərik. Səbəb sadədir. O hələ də qanuni ekspertizadan keçməlidir. Amma bizim əlimizdə kasetin özü, onun tapıldığı zərf və ən əsası, həmin gecə saatlarında qocanın bizə söylədiyi hər şey vardır. Otaqda o kaseti dinləyərkən çəkdiyi fotolara baxanda diqqət çəkən bir detal var. Kasetin üzərində 3-cü bir qeyd də var. Kiçik hərflərlə, sanki tələsik yazılmış. 3 nüsxə hazırlanıb. Əgər doğrudursa, deməli başqa 2 kasetin də bir yerdə olması lazımdır. Bəs onlar hardadır? Və daha vacib sual. Əgər birinci 15 dəqiqə silinibsə, orada nə vardı ki, onu heç bir halda gələcək nəsillərə çatdırmaq olmaz idi. Biz sizə bu gün 30 ildən çox əvvəl baş vermiş hadisələrin arxasında dayanan adamların həqiqi üzlərini göstərəcəyik. Siz eşidəcəksiniz ki, qanla yazılmış tarixin səhifələri necə 3 gün ərzində dəyişdirildi, necə arxivlərdən sənədlər yoxa çıxdı və necə ölkəni idarə edənlərin kabinetlərində çay içərkən insanların taleyini həll edirdilər. Qırmızı qələmlə çəkilmiş xətlər, səhifələrin kənarında yazılmış şifrələr, telefon danışıqlarının deşifrələri. Bütün bunlar indi sizin qarşınızda açılacaq. Amma xəbərdarlıq edək. Siz biləcəksiniz ki, bəzi adamlar o vaxt elə qərarlar qəbul ediblər ki, bugün də yüksək vəzifələrdə oturublar və onlar heç vaxt istəməzlər ki, bu kasetin məzmunu ictimaiyyətə çatsın. Ayaz Niyazoğlu Mütalibov. Bu adı eşidəndə hansı şəkil gözünüzün qarşısına gəlir? 91-ci ilin sentyabr ayının 8 tarixində xalq səsverməsində qəti qalib gələn adam? Yoxsa 92-ci ilin mart ayının 6-sında istefa verməyə məcbur olan siyasətçi? Hər ikisi doğrudur, amma heç biri həqiqəti tam əks etdirmir. Çünki həqiqət ondan ibarətdir ki, bu adam 2 məqam arasında, qələbə və məğlubiyyət arasında elə bir şey gördü, elə qərarlar qəbul etdi ki, onun əsl siması bu gün də müəmma olaraq qalır. Daxili İşlər Nazirliyinin arxivlərində saxlanılan protokollara görə, onun kabineti hər gün ortalama 22 görüşə ev sahibliyi edirdi. Amma bu görüşlərin heç birinin tam qeydi yoxdur. Qeydlər ya yarımçıqdır, ya da ümumiyyətlə mövcud deyil. Niyə? Biz indi sizə həmin kasetin içindəki sirləri açacağıq. Amma əvvəlcə bir sual verək. Siz hazırsınızmı eşitməyə? Kim, nə vaxt və niyə həmin kasetin ilk 15 dəqiqəsini sildi? Moskvanın mərkəzindən uzaq, sadə bir binanın 4-cü mərtəbəsində, pəncərəsi küçəyə baxmayan kiçik bir kabinetdə o bizə ilk dəfə üz-üzə danışmağa razılıq verdi. 7 il. 7 il ərzində Ayaz Mütalibov heç bir jurnalistlə müsahibə verməmişdi. Nə Rus, nə Azərbaycan, nə də Qərb mediası ilə. O, öz səssizliyini qoruyurdu, sanki sözləri bomba idi və yanlış vaxtda partlasa hər şeyi məhv edə bilərdi. Biz uzun aylar ərzində onunla əlaqə saxlamağa çalışdıq. Vasitəçilər axtardıq, köhnə dostlarından xahiş etdik və nəhayət 1099-cu ilin dekabr ayında qəfil zəng gəldi. O razılaşdı.
Amma şərtlər qoydu. Birincisi, kamera yox, sadəcə audio. İkincisi, bəzi suallara cavab verməyəcək. Üçüncüsü, müsahibə nəşr olunmazdan əvvəl o mətnə baxmalıdır. Biz razılaşdıq. Çünki bilirdik ki, bu şans bir daha gəlməz. Kabinetə daxil olanda ilk diqqət çəkən şey onun masasının üzərindəki kitablar idi. Ağır, köhnə, bəziləri rus dilində, bəziləri fransız dilində, siyasi elmlər, tarix, beynəlxalq münasibətlər. Və masanın sağ küncündə kiçik bir çərçivədə qara ağ foto. 91-ci ilin payızı. Kürsüdə duran, əlini qaldırmış, gözləri gələcəyə baxan gənc siyasətçi. İndi 7 il sonra o əllər titrəyirdi. O gözlər yorğun idi. Amma səsində hələ də o qədər qətiyyət vardı ki, biz başa düşdük, bu adam unutmayıb. O hər şeyi xatırlayır. Hər bir danışığı, hər bir sənədi, hər bir telefon zəngini. Siz mənə nə soruşmaq istəyirsiniz? Dedi o, əyləşməmişdən əvvəl. Biz dedik ki, o kasetin haqqında bilmək istəyirik. O gülümsədi. Amma gözləri gülümsəmirdi. Hanı kasetin haqqında? Soruşdu. Biz dedik. Fevral 92-ci. Üzərində sizin adınız yazılıb. İlk 15 dəqiqəsi silinib. Qalan hissədə isə 3 səs var. Sizdən başqa daha 2 nəfər danışır. Onlardan biri rus aksenti ilə, digəri isə Azərbaycan aksenti ilə. Amma hansı rayondan olduğunu müəyyən etmək çətindir. O uzun müddət sustu. Sonra masanın üzərinə əyildi və dedi. O kasetin mövcud olduğunu bilirdim. Amma onun harda saxlandığını heç vaxt bilmirdim. İndi siz deyirsiniz ki, onu tapmısınız. Bəlkə də bu yaxşıdır. Bəlkə artıq vaxt gəlib ki, bəzi həqiqətlər işığa çıxsın. Biz soruşduq. Niyə ilk 15 dəqiqə silinib? O cavab verdi. Çünki o 15 dəqiqədə elə adlar çəkilirdi ki, əgər o vaxt ictimaiyyət eşitsəydi, ölkədə vətəndaş müharibəsi başlayardı. Təkcə Qarabağda deyil, paytaxtın özündə. O danışırdı, biz qeyd edirdik. O danışırdı, bəzi yerlərdə uzun fasilələr verirdi, sanki keçmişə qayıdırdı. O danışırdı, bəzən əlini masaya vururdu, bəzən səsi titrəyirdi. Və biz başa düşdük ki, bu adam 7 il boyu sakit qalmışdı, çünki qorxurdu. Amma indi, qocalanda, ölümünün yaxınlaşdığını hiss edəndə, o istəyirdi ki, onun versiyası da dinlənilsin. O istəyirdi ki, tarixi təkcə qaliblər yazmayacaq. O istəyirdi ki, həmin kasetin silinmiş hissəsində nə danışıldığını, heç olmasa sözlə anlatsın. O gecə, o faciəli gecə, mən 3 zəng aldım, dedi o. Birinci zəng saat 11-də gəldi. Müdafiə naziri idi. Dedi ki, vəziyyət nəzarətdən çıxır. İkinci zəng gecə yarısı oldu. Daxili İşlər naziri idi. Dedi ki, yollar kəsilib, əlaqə yoxdur. Üçüncü zəng gecə 2-də gəldi. Və o zəngi edən adam indi sizin ölkənizdə çox yüksək vəzifədə oturur. Mən onun adını sizə demək istəmirəm, çünki sübut yoxdur. Amma o mənə dedi ki, Ayaz müəllim, bu gecəni unut. Sabah biz bəyanat veririk ki, müharibə başlayıb. Və hamı günahı torpağın arxasında olanlarda axtaracaq. Sənin adını çəkməyəcək. Mən dedim, necə yəni? O dedi, sən sadəcə susmağı bacar. Əgər danışsan, səni qorumaq olmaz. Biz soruşduq. Siz o adam haqqında məlumat verə bilərsinizmi? O başını buladı. Yox, mən o adamın adını demək istəmirəm. Amma sizə bir şey deyə bilərəm. O indikilərə görə təhlükəlidir. Ona görə ki, o hər şeyi bilir. Həm də o hələ də sağdır. Hələ də güclüdür. Və hələ də onun əlində çoxlu sənəd var. O sənədlər onsuz da meydana çıxacaq. Amma necə və nə vaxt, bu ondan asılıdır. Müsahibə 2 saat davam etdi. Biz çıxanda o bizi qapıya qədər yola saldı
və qapının ağzında heç kəsin eşitməyəcəyi tərzdə pıçıldadı. O kasetin silinmiş hissəsində daha bir şey var. Təkcə adlar və plan yox. Orada bir hesab nömrəsi də var. İsveçrə bankındakı hesab. Və o hesabda o vaxt 13 milyon dollar var idi. Kimindi? Hardan gəlib? Haraya gedib? Əgər bunu öyrənsəniz, hər şeyi başa düşərsiniz. Biz indi sizə o hesabın izini tutacağıq. Amma əvvəl başqa bir sirr açılmalıdır. Bakı, 1091-ci ilin dekabr ayının 25-ci günü. Prezident sarayının giriş qeydlərinə görə həmin gün Mütalibovun kabinetinə 16 nəfər daxil olub. 16 rəsmi qonaq, nazir, muavin, məsləhətçi. Amma arxivdə tapılan sənədlərdə kiçik qeyd var. Saat 17:30-da naməlum şəxs, müşayiətçisiz, arxa qapıdan. Kim idi bu adam? Niyə rəsmi qeyd alınmadı? Və niyə müşayiətçi olmadan kabinetə buraxıldı? Biz uzun müddət bu sualın cavabını axtardıq. Və nəhayət, 2 il əvvəl pensiyadakı mühafizəçilərdən biri bizə danışdı. O dedi ki, həmin gün özü növbədəymiş və həmin adamı yaxşı xatırlayır. O sivil geyimdə idi. Qara palto, qara papaq, üzündə eynək. Amma mən onun kim olduğunu tanıyırdım. Çünki o, 6 ay əvvəl başqa bir vəzifədə çalışırdı. Və mən onu bir dəfə təntənəli tədbirlərdə görmüşdüm. O vaxt Moskvadaydı. Nüfuzlu bir şöbənin rəhbəri idi. Mühafizəçi daha çox danışmaq istəmədi. Amma bizə bir detal dedi ki, bu detalı yoxlamaq üçün bizə 3 ay lazım oldu. O dedi, həmin adam kabinetə girdikdə əlində kiçik diplomata var idi. Dəri, qəhvəyi, çox adi görünüşdə. Amma çıxanda diplomatiyi götürməmişdi. Mən bunu yadımda saxladım, çünki qəribə idi. Kimdir ki, prezidentin kabinetinə əl boş girir və çamadan qoyub çıxır? Biz soruşduq, nə oldu sonra? O dedi, mən hər şeyi unutdum. Çünki ertəsi gün mənə dedilərlər ki, dünən heç kəs gəlməyib. Rəsmi qeyd belədir. O gün sabahdan axşama qədər yalnız planlaşdırılmış görüşlər olub. Və mən başa düşdüm ki, susmaq lazımdır. Biz o diplomatikanın nə olduğunu bilmirik. Amma bizə məlum olan faktlar bunlardır. Həmin günün ertəsi günü, dekabr ayının 26-sında Sovet İttifaqı rəsmi olaraq dağıldı. Və 7 gün sonra, yanvar ayının 2-sində, Mütalibov öz kabinetində təcili müşavirə çağırdı. Protokola görə, müşavirət 4 saat davam etdi. Amma protokolun özündə yalnız 3 cümlə var. Regional vəziyyət müzakirə edildi. Strateji prioritetlər müəyyənləşdirildi. Növbəti görüş tarixləndirildi. 3 cümlə, 4 saat ərzində. Bəs o 4 saatda nə danışıldı? Və o qəhvəyi diplomatikin içində nə var idi? Biz o diplomatikanın izini tutmağa çalışdıq. Arxivlərdə, qeylərdə, işçilərin xatirələrində. Və bir detal tapdıq. Təhlükəsizlik xidmətinin daxili sənədlərində o tarixə aid kiçik bir qeyd var. Şübhəli obyekt müəyyən edilib, yoxlanılıb, təhlükə aşkarlanmayıb. Nə şübhəli obyekt? Nə zaman yoxlanılıb? Detallar yoxdur. Amma sənədin altında kiçik əlavə var. Obyekt prezident kabinetində saxlanılır, xüsusi rejimdə. Deməli, həmin diplomat açılıb, yoxlanılıb və təhlükəsiz hesab edilib. Amma onda niyə prezident kabinetində xüsusi rejimdə saxlanılıb? Ayaz Mütalibov ilə ikinci danışığımızda biz bu barədə soruşduq. O uzun müddət sustu. Sonra dedi, o diplomat mənim ən böyük səhvim idi. Ona inanmalı deyildim. Amma o vaxt başqa seçim yox idi. Moskva təzyiq edirdi. Daxildə çaxnaşma getdirdi. Xaricdən isə qarışıq siqnallar gəlirdi. Və o adam gəldi və dedi, mən sizə kömək edə bilərəm, amma şərtlə. Mən soruşdum, hansı şərtlə? O dedi, siz heç kəsə deməyəcəksiniz ki, mən burada olmuşam. Və siz bu diplomatiki açanda içindəkiləri təkcə özünüz görəcəksiniz. Heç bir muavininizlə,
heç bir məsləhətçinizlə bölüşməyəcəksiniz. Çünki içəridə olan məlumat çox gizlidir və əgər sızarsa, çox böyük problem yaranar. Biz soruşduq, siz açdınızmı həmin diplomatikanı? O cavab verdi. Bəli, açdım. Və içəridə gördüklərim məni dəhşətə gətirdi. Orada 3 sənəd var idi. Birincisi, Qarabağla bağlı gizli razılaşmanın proyekti. İkincisi, Rusiyanın regional maraqlarını əks etdirən xəritə. Üçüncüsü ad siyahısı idi. 26 nəfərin adı. Azərbaycandan, Ermənistandan, Rusiyadan, hətta Qərbdən. Və o siyahının başlığında yazılmışdı. Əməliyyata cəlb edilənlər. Hansı əməliyyat? Bilmirəm. Amma o siyahıdakı adlardan bəziləri bu gün də siyasətdə, biznesdə, mediada güclüdülər. Və onlar heç vaxt istəməzlər ki, bu siyahı meydana çıxsın. Mütalibov bizə daha bir detal söylədi. O dedi ki, həmin siyahının altında qırmızı qələmlə qeyd var idi. Əgər plan uğursuz olarsa, 1-ci nömrədən başlayaraq təmizlənmə aparılacaq. 1-ci nömrə kim idi? O başını buladı. 1-ci nömrə mən idim. Bu siyahını daha yaxından araşdırmaq üçün bizə şahidlər lazım idi və biz onları tapdıq. 24 saat. 24 saat ərzində biz 3 şahidlə danışdıq ki, onlar o gecəni, fevral ayının 26-sından 27-sinə keçən gecəni baş verənləri gözlə görmüşdülər. Bu insanlar indi fərqli ölkələrdə yaşayırlar. Onlardan biri Türkiyədədir, digəri Rusiyadadır. Üçüncüsü isə Avropada. Şəhərin adını demək istəmir. Bu 3 nəfər heç vaxt bir-biri ilə görüşməyiblər. Amma onların danışdıqları bir-birinə nə qədər oxşayır ki, bu təsadüf ola bilməz. Birinci şahid. O vaxt prezident aparatında kiçik vəzifədə işləyirdi. İkinci şahid. Müdafiə Nazirliyinin şöbə rəisinin şəxsi sürücüsü idi. Üçüncü şahid isə Bakıdakı xarici səfirliyin əməkdaşı idi və onun vəzifəsi ona çox şey eşitməyə, amma heç nə danışmamağa icazə verirdi. Birinci şahid bizə dedi. O gecə mən növbədə idim. Saat 7-dən başlayaraq bina sanki qarışqa yuvasına dönmüşdü. Adamlar gəlirdi, gedirdi. Heç kim heç kimi görmək istəmirdi. Mən qapının arxasında dayanırdım və eşidirdim ki, kabinetlərin birində səslər qalxıb. Kişi səsi qışqırırdı. Siz nəyə gözləyirsiniz? Onlar artıq hərəkətə başlayıblar. Sonra başqa səs cavab verdi. Biz əmr gözləyirik. Əmr olmadan heç kim hərəkət edə bilməz. Birinci səs yenə qışqırdı. Hansı əmr? Adamlar ölür və siz əmr gözləyirsiniz? Sonra qapı açıldı və bir general çölə çıxdı. Üzü qıpqırmızı idi. Əlləri yumruq olmuşdu. Mən kənara çəkildim. O mənim yanımdan keçəndə pıçıldadı. Hamısı satqınlar. Mən heç nə deməmişdim. Amma o sözləri heç vaxt unutmadım. İkinci şahid daha dəqiq təfərrüatlar verdi. O gecə saat 11-ə doğru mənə əmr verdilər ki, rəisimizi ələ götürüb hava limanına aparım. Amma hansı hava limanına? Bakıdakı mı, yoxsa hərbi bazadakı mı? O dedi ki, hərbi bazaya. Biz yola düşdük. Yol boyu o telefon danışığı apırırdı, rus dilində. Mən rus dilini yaxşı bilirəm, ona görə hər sözü başa düşürdüm. O deyirdi, əməliyyat başlayıb, indi geri qayıtmaq mümkün deyil. Əgər dayandırsaq, hər şey məlum olar. Sonra uzun fasilə oldu və o dinləyirdi. Sonra dedi, razıyam. Amma tələf olacaqların sayı kontrolda saxlanmalıdır. Biz burada vətəndaş müharibəsi istəmirik. Telefonu bağlayanda mən güzgüyə baxdım və gördüm ki, o əlləri ilə üzünü örtüb. Ağlayırdı mı? Bilmirəm. Amma onun əlləri titrəyirdi. Baza girişində o mənə dedi, bu gecəni unut. Əgər kiməsə deməli olsan, de ki, biz paytaxtdaydıq, heç yerə getmədik. Mən başımı bulayıb dedim, anladım general müəllim. O çıxıb getdi və mən onu bir daha görmədim.
Çünki 10 gün sonra o xəstəlik səbəbinə görə istifaya göndərildi. Üçüncü şahid ən qorxunc detallı danışdı. O gecə bizə qərb paytaxtlarından fasiləsiz raportlar gəlirdi, gizli xidmət kanalları ilə. Bir raportda deyilirdi ki, münaqişə zonasında iki qrup arasında texnika hərəkəti başlayıb. Hansı iki qrup? Raportda aydın deyildi. Amma növbəti raportda artıq məlum oldu. Həmin texnikalardan biri mayaqlı idi. Mayaqlı. Başa düşürsünüzmü? Deməli, kimsə o texnikanı izləyirdi. Kimsə onun hara getdiyini, nə etdiyini bilirdi. Və ən qəribi, bu raportlar bizə real vaxta gəlirdi. Amma rəsmi kanallarla Bakıya çatmırdı. Niyə? Çünki raportların altında qeyd vardı. Təkcə birinci dərəcəli qəbul edənlər üçün. Birinci dərəcəli qəbul edənlər kim idi? Bizim təşkilatda yalnız səfir və onun muavini. Onlar o raportları oxuyurdular. Sonra xüsusi çamadana qoyub kilitləyirdilər. Amma bir dəfə təsadüfən səfir raportlardan birini masanın üzərində qoyub getmişdi. Mən həmin raportun yalnız ilk cümləsini oxuya bildim. Əməliyyat Z planına uyğun gedir. Tələfat proqnozu 500-dən 700 nəfər arasında. 500 nəfər. Onlar artıq bilirdilər ki, 500 nəfər öləcək. Və heç kim heç nə etmədi. Bu üç şahid fərqli şeylərdən danışırdılar. Amma hamısı bir fikirdə birləşirdilər. O gecə baş verənlər təsadüf deyildi. O gecə həyata keçirilən plan əvvəlcədən hazırlanmışdı. Əvvəlcədən razılaşdırılmışdı və əvvəlcədən təsdiq edilmişdi. Amma kim tərəfindən? Və niyə? Və ən əsası, o planın son məqsədi nə idi? Bu suallara cavab tapmaq üçün biz başqa bir iz tutmalıydıq. İz ki, bizi tibbi arxivlərə apardı. Moskvanın mərkəzi xəstəxanalarından birində, psixiatriya şöbəsinin arxivində 17 nömrəli palatanın tibbi kartı var. Bu kart 1092-ci ilin mart ayının 9-cu gününə aid edilir və kartın üzərində yazılıb: Xəstə N.M. Yaş 52, təcili yatırılma. N.M. Bu təkcə iki hərf deyil. Bu o günlərdə Bakıda yüksək vəzifədə çalışan bir adamın şifrəsidir. Biz uzun müddət bu kartın izini tutduq. Çünki həmin kartda olan məlumatlar o qədər dəhşətlidir ki, əgər ictimaiyyət öyrənsə, çoxlu suallar yaranar. Kartda yazılıb ki, xəstə kəskin psixotik vəziyyətdə gətirilib, davranışı aqressiv imiş, davamlı olaraq bir cümləni təkrarlayırmış. Onlar məni öldürəcək. Onlar hamısını öldürəcək. Kim onlar? Kimi öldürəcəklər? Tibbi sənədlərdə heç bir izahat yoxdur. Amma kartın ikinci səhifəsində, həkimin qeydləri arasında kiçik bir cümlə var. Xəstənin psixi pozğunluğu travma əsaslıdır. Real hadisələri müşahidə etməklə əlaqədar posttravmatik stres. Real hadisələr. Hansı real hadisələr? Biz o həkimi tapmağa çalışdıq və 2 il axtarışdan sonra onu Almaniyada tapdıq. O artıq təqaüddədir. Kiçik şəhərdə yaşayır. Heç kəslə əlaqə saxlamır. Biz ona zəng etdikdə ilk cavabı yox oldu. Amma biz təkrar zəng etdik, izah etdik ki, bu tarix üçün vacibdir və o razılaşdı. Telefon danışığında o bizə dedi: O adamı heç vaxt unutmamışam. Mən həyatımda çox xəstə görmüşəm. Amma belə dəhşət içində olan, belə qorxu ilə yaşayan adamla heç vaxt rastlaşmamışdım. O 3 gün boyu heç yatmadı. Dayanıb otağın içində gəzirdi və davamlı danışırdı. Özü-özünə danışırdı. Bəzən az səslə, bəzən qışqıraraq. Və o danışanda mən qulaq asırdım. Çünki o elə şeylər deyirdi ki, adi hezeyan deyildi. O adlar çəkirdi, tarixlər deyirdi, yerlərin adlarını çəkirdi. Və bir məqamda o dedi ki, mən gördüm.
Onlar o kağızı masanın üzərinə qoyub imza atdılar və sonra o kağızı yandırdılar. Heç bir sübutu qoyub getmədilər. Mən soruşdum, hansı kağız? O mənə baxdı, uzun müddət sustu və dedi, sən də onlardansan. Sən də məni öldürməyə gəlibsən. Mən dedim, xeyr, mən həkiməm, sizə kömək etmək istəyirəm. O güldü, amma o gülüş dəhşətli idi və dedi, heç kim kömək edə bilməz. Çünki onlar çox güclüdülər. Onlar hər yerdədirlər. Həkim bizə daha bir detal dedi ki, bu detalı eşidəndə bizim bədənimiz ürpərdi. O dedi, həmin xəstə 4 gün xəstəxanada qaldı. Sonra gecə yarısı 2 adam gəldi və onu aparıb götürdü. Onların rəsmi sənədləri var idi. Prokurorluq qərarı, xəstənin köçürülməsi. Amma mən o sənədlərdə bir şey gördüm ki, qəribə idi. Sənədlərin altında möhür var idi. Amma möhürün adı rus dilində idi, Azərbaycan dilində deyil. Və o möhür Bakı prokurorluğunun deyildi. O, Moskva hərbi prokurorluğunun möhrü idi. Moskva hərbi prokurorluğu niyə Bakıdakı sivil xəstəni Moskvaya aparmalı idi? Mən anlamadım. Amma o adamlar məni təhdid etmədilər. Sadəcə dedilər ki, bu barədə heç kimə heç nə demə. Və mən heç kimə deməmişdim. Amma indi, 22 il sonra mən danışmaq istəyirəm. Çünki mən bilirəm ki, o adam bir daha heç vaxt görünmədi. Biz o adamın tapıldığını bildirən heç bir sənəd tapa bilmədik. Nə ölüm haqqında, nə də yaşayıb yaşamadığı barədə heç bir məlumat yoxdur. O, sanki yox oldu. Və onunla birlikdə onun gördüyü kağızın sirri də yox oldu. Amma bizə bir iz qaldı. Həmin xəstəxananın keçmiş baş həkimi, indi 95 yaşında, Moskvada yaşayır və biz onunla əlaqə saxladıq. O bizə dedi ki, həmin hadisədən sonra ona yuxarıdan telefon zəngi gəlib və təlim verilib. Həmin xəstənin tibbi kartı məhv edilməlidir. Amma baş həkim məhv etməyib. O kartı gizli yerə qoyub və indi bizə dedi ki, o kart hələ də mövcuddur. O, həmin kartın fotosunu bizə göndərdi. Və fotoda kartın son səhifəsində həkimin əl yazısı ilə yazılıb. Xəstə davamlı olaraq bir cümlə təkrarlayır. Fevralın 26-sında mən kabinetdə idim. Mən onları eşitdim. Onlar dedilər ki, qurban lazımdır. Böyük qurban. Qurban. Bu söz nə deməkdir? Və fevralın 26-sında kim, harda və nə barədə danışırdı? Biz indi bilirik. Biz onun şəxsiyyətini müəyyən etdik. Amma adını hələ ictimaiyyətə demək istəmirik. Çünki onun ailəsi hələ yaşayır və onlar bilmirlər ki, o adam nə gördü və ona nə oldu. Amma sizə bir şey deyə bilərik. O adam həmin gecə Mütalibovun kabinetindən 5 metr aralıda növbətçi otağında oturmuşdu. Və o, qapının açıq qalması səbəbilə eşitmişdi. Hər şeyi eşitmişdi. Və sonra o, dəli olmuşdu. Bu həqiqət bizim başqa bir yoldan getməyimizə səbəb oldu. Əgər sənədlər məhv edilir, şahidlər yoxa çıxırsa, bəlkə də binalar özləri nəsə danışa bilərdi. Bakının mərkəzində, köhnə binanın 5-ci mərtəbəsində, son 27 ildir kimsənin ayaq basmadığı kabinet var. O kabinetin qapısında nömrə yazılıb, 514. Bu kabinet 1092-ci ilin mart ayında bağlanıb və açarı itib. Rəsmi versiyaya görə kabinet bağlanıb çünki təmir lazım imiş. Amma təmir heç vaxt başlamayıb və kabinet bağlı qalıb. İndi 27 il sonra o binanın bütün işçiləri dəyişib, köhnə nəsil pensiyaya çıxıb, yeni nəsil gəlib. Amma hamı bilir ki, 514 nömrəli kabinetin qapısını açmaq olmaz. Niyə? Heç kim izah etmir. Sadəcə deyirlər, bura bağlıdır və açmaq qadağandır. Biz o kabinetə daxil olmaq üçün icazə istədik. 3 ay ərzində müxtəlif dairələrə müraciət etdik, sənəd topladıq.
İzah verdik ki, bu tarix üçün vacibdir və nəhayət icazə aldıq. Amma icazə ilə birlikdə bir şərt qoydular. Kabinetə girib çıxmağı kamera ilə çəkməliyik və heç bir şeyi əlimizlə toxunmadan oradan aparmamalıyıq. Biz razılaşdıq. Və 1919-cu ilin oktyabr ayının 12-sində, həftənin 3-cü günü, səhər saat 9-da qapı açıldı. Qapı açılanda ilk hiss olunan şey iyi idi. Köhnə kağız, kif, toz. Kabinetin içərisi qaranlıq idi. Pəncərələr örtülmüşdü. İşığı yandıranda gördüyümüz mənzərə bizi heyrətə gətirdi. Otaq sanki 27 il əvvəl insanlar işləyib çölə çıxıblar və bir daha qayıtmayıblar. Masa üzərində qələm köçürük, açıq dəftər, soyumuş çay stəkanı. Divarda təqvim, fevral, 1092-ci il. Və təqvimdə qırmızı qələmlə dairə çəkilmiş tarix, 26. Kimin qırmızı qələmlə o tarixi qeyd edib və niyə? Biz otağın içində gəzdik. Kameramız hər şeyi çəkdi. Rəflərdə qovluqlar, qovluqların içində sənədlər. Bəzi sənədlər üzərində məxfi möhrü var. Biz sənədlərə toxuna bilmədik, çünki şərt belə idi. Amma bir qovluq diqqətimizi çəkdi. O qovluq masanın ortasında açıq qalmışdı və qovluğun üzərində böyük hərflərlə yazılmışdı. 7-ci fəsil. 7-ci fəsil. Bu nə deməkdir? Biz kameranı yaxınlaşdırdıq və qovluğun içindəki ilk səhifəni ekrana gətirdik. Səhifənin yuxarısında başlıq var idi. Regional əməliyyat, strateji ssenarinin 7-ci mərhələsi. Tarix 1091-ci ilin sentyabr, 1092-ci ilin mart. Sentyabr, 1091-ci il. Bu tarix nə deməkdir? Məhz həmin tarixdə Mütalibov prezident seçilmişdi və ssenari mart ayına qədər davam edirdimi? Deməli, 6 ay əvvəldən bilirdilər ki, mart ayında nə baş verəcək? Biz kameranı aşağı indirdik və səhifənin aşağısını oxuduq. Orada kiçik qeyd var idi. Mərhələnin uğurla başa çatması üçün 3 şərt lazımdır. 1. Media dəstəyi. 2. Xarici reaksiyaların nəzarətdə saxlanması. 3. Daxili müxalifətin məhdudlaşdırılması. Və bu qeydin altında əl yazısı ilə kiçik bir cümlə əlavə edilmişdi. Əgər 3-cü şərt yerinə yetirilməsə, plan B aktivləşdirilir. Plan B. Hansı plan B? Biz qovluğun növbəti səhifəsinə keçmək istədik. Amma o anda qəfildən otağın işığı söndü. Tam qaranlıq. Biz kameradan istifadə edərək yolmuşuq və qapıya tərəf getdik. Amma qapı kilidli idi. Kənardakı mühafizəçi dedi ki, elektrik enerjisi kəsilib və qapının elektronik kilidi işləmir. Biz qapının arxasında 15 dəqiqə gözlədik. 15 dəqiqə qaranlıqda, köhnə kağızların iyi arasında və hər saniyə hiss edirdik ki, bu otaqda biz tək deyilik. Kameramız hər şeyi çəkirdi, amma biz ekrana baxa bilmirdik, çünki qaranlıq idi. Nəhayət işıq yandı və qapı açıldı. Biz çölə çıxdıq. Və o vaxt kameranın video yazısına baxanda bizim qanımız dondu. Videoda, qaranlıqda, 3 saniyəlik kadrda, qovluğun üzərində sanki kimsənin əli onun üzərindən keçirmiş və qovluğu örtmüşdü. Kim? Otaqda biz ikimiz idik, jurnalist və operator. Heç birimiz qovluğa yaxınlaşmamışdıq. Amma video açıq-aşkar göstərirdi ki, qaranlıqda kimsə hərəkət edib. Biz o kadrı dəfələrlə təkrar izlədik və hər dəfə eyni şeyi gördük. Qaranlıqda kimsə var idi. Amma kim? Biz növbəti gün yenidən o kabinetə girmək üçün icazə istədik. Amma bizə dedilər ki, kabinet yenidən bağlanıb və heç bir səbəbdən açılmayacaq. Biz soruşduq, niyə? Cavab verdilər, yuxarıdan əmr gəlib. Hansı yuxarıdan? Heç kim izah etmədi. Və biz başa düşdük ki, o qovluqda olan məlumat o qədər təhlükəlidir ki,
Kimsə bizim onu oxumasını istəmir. Kimsə hələ də o kabineti nəzarət edir. Hələ də o sənədləri qoruyur və hələ də qorxur ki, həqiqət meydana çıxsın. Amma bizə bir şey qaldı. Kameramızda çəkilmiş kadr. Və o kadrda 7-ci fəslin ilk səhifəsində aşağıda yazılmış cümlə Plan B aktivləşdirilir. Biz indi bilirik ki, Plan B nə idi? Bir şey dəqiqdir. O qovluq indi yoxdur. Biz bir həftə sonra yenidən getdik və digər səlahiyyətli şəxslər vasitəsilə kabinetin açılmasına nail olduq. Amma masa boş idi. Qovluq yox idi. Kimsə bir həftə ərzində o qovluğu oradan götürüb aparmışdı. Və indi heç bir sübutsuz, biz ancaq video yaddaşımızda qalan bir neçə kadr ilə qalırıq. Bu sirli hadisələr arasında ümumi nöqtə axtararkən, biz başqa bir məsələyə diqqət yetirdik. Mütalibovun özünün fiziki vəziyyəti. Bakıda, Respublika Klinik Xəstəxanasının arxivində 1091-ci ilin noyabr ayına aid tibbi jurnal var. Bu jurnal adi deyil. O, yüksək vəzifəli şəxslərin sağlamlıq vəziyyətini qeyd edən xüsusi sənəddir. Jurnalın 83-cü səhifəsində Ayaz Mütalibovun adı yazılıb. Tarix noyabrın 14-ü. Diaqnoz: kəskin arterial təzyiq artımı, 180 bölünsün 110, ürək ritminin pozulması, stres əsaslı nevrotik reaksiya. Həkim qeydi: xəstəyə tam istirahət tövsiyə olunur. Ağır qərarlar qəbul etməkdən çəkinməlidir. Amma Mütalibov istirahət etmədi. O, ertəsi gün yenə kabinetində idi. Yenə görüşlər keçirirdi. Yenə qərarlar qəbul edirdi və onun bədəni etiraz edirdi. Biz həmin həkimi tapdıq. O, indi 80 yaşındadır. Türkiyədə yaşayır. O bizə dedi: mən həyatımda çox siyasətçi müayinə etmişəm. Amma Mütalibov kimi fiziki cəhətdən tükənmiş adamla rastlaşmamışdım. Onun əlləri dayanmadan titrəyirdi. Gözlərinin altında qara halqalar var idi. Çəkisi 2 ay ərzində 12 kiloqram azalmışdı. Mən ona dedim: siz belə davam etsəniz, ülək tutması riski çox yüksəkdir. O mənə baxdı və dedi: həkim müəllim, mənim ürəyim artıq tutulub. Sadəcə hələ dayanmayıb. Həkim bizə daha bir detal söylədi ki, bu hər şeyi başqa cür göstərir. Mütalibovun tibbi kartında bir qeyd var ki, mən onu heç vaxt başa düşə bilmədim. Kartın kənarında kiçik hərflərlə yazılıb: xəstə davamlı olaraq yuxusuzluqdan şikayətlənir. Gecələr 3-4 saatdan çox yata bilmir. Yuxuda qışqırır. Yuxuda qışqırır. Mən soruşdum: nə görürsüz yuxuda? O uzun müddət sustu və dedi: mən görürəm ki, mənim əlimdə siyahı var, uzun siyahı və o siyahıda adlar var, çoxlu adlar. Və mən bilirəm ki, o adlardan bəziləri tezliklə ölü siyahısına keçəcək. Amma mən heç nə edə bilmirəm. Biz o siyahını tapmağa çalışdıq. Prezident aparatının arxivlərində, gizli sənədlər arasında 1091-ci ilin dekabr ayına aid bir qovluq var. Qovluğun üzərində yazılıb: xüsusi nəzarət siyahısı. İçəridə 34 ad var. 34 nəfər, hərbi, mülki, siyasi şəxslər. Və hər adın yanında qeyd: yüksək risk, orta risk, aşağı risk. Yüksək risk nə deməkdir? Biz bunu başa düşdük yalnız siyahının sonuna çatanda. Orada əl yazısı ilə kiçik qeyd var idi. Yüksək risk qrupundakılar, potensial qurbanlar. Əməliyyat zamanı onların təhlükəsizliyi təmin edilə bilməz. Potensial qurbanlar. Deməli, onlar əvvəlcədən bilirdilər ki, bu adamlar öləcək və heç nə etmədilər. Biz o siyahıdakı adları yoxladıq. 34 nəfərdən 17-si 1092-ci ilin fevral-mart aylarında həlak oldu. 17 nəfər. Və hamısı yüksək risk qrupundaydı. Mütalibovun bədəni ona siqnal verirdi: dayana, bu yolu davam etdirmə, sən məhv olacaqsan. Amma o dayana bilmirdi. Çünki o,
artıq oyunun içində idi. Və oyunun qaydalarını o yazmamışdı. O sadəcə icraçı idi. Və icracının vəzifəsi əmri yerinə yetirməkdir, suallar verməmək. Mütalibov 1092-ci ilin mart ayında istefa verəndə onun çəkisi 62 kiloqram idi. 6 ay əvvəl seçkilərdə qalib gələndə o 84 kiloqram idi. 22 kiloqram 6 ayda. Bu sadəcə stres deyil. Bu fiziki məhvdir. Amma ən dəhşətlisi, Mütalibov tək deyildi. Biz o dövrdə yüksək vəzifələrdə olan 12 nəfərin tibbi kartlarını araşdırdıq. 12-sinin də eyni simptomlar, yuxusuzluq, çəki itkisi, ürək problemləri, nevrotik pozğunluqlar. Və 12-sindən 4-ü 1092-ci ilin sonuna qədər vəfat etdi. Rəsmi səbəb ürək tutması. Amma həqiqi səbəb onlar çox şey bilirdilər və bədənləri dözə bilmədi. Hakimiyyət öldürür. Yavaş-yavaş, səssiz-səmirsiz, amma əminliklə. Və Mütalibov bunu öz bədənində hiss edirdi. Hər gün, hər saat, hər dəqiqə. Amma planı kim hazırlayırdı? Əmrləri kim verirdi? Bu suallara cavab tapmaq üçün biz arxivlərin dərinliklərinə getməliydik. Moskvada Dövlət Arxivinin 7-ci korpusunda xüsusi icazə ilə daxil olmaq mümkün olan otaq var. Otaq nömrə 718. Bu otaqda 1091-92-ci illərə aid sənədlər saxlanılır. Amma bu sənədlər adi arxiv materialları deyil. Bunlar deşifrə edilmiş telefon danışıqları, gizli görüşlərin protokolları, şəxsi yazışmalar. Və bu sənədlərin hamısı bir mövzuya aiddir. Azərbaycan, Qarabağ, regional böhran. Biz o otağa daxil olmaq üçün 4 ay mübarizə apardıq. Rəsmi müraciətlər, vəkillərin köməyi, beynəlxalq jurnalist təşkilatlarının dəstəyi və nəhayət 2019-cu ilin may ayında icazə aldıq. Amma icazə ilə birlikdə şərtlər, yalnız 3 saat, yalnız müəyyən qovluqlar, heç bir foto, heç bir surət, sadəcə qeydlər, əl ilə. Otağa daxil olanda ilk gördüyümüz rəflərdə düzülmüş yüzlərlə qovluq. Hər qovluğun üzərində kod, tarix, mövzu, məxfilik dərəcəsi. Biz bizə icazə verilən qovluqları götürdük. Birinci qovluq. Telefon danışıqları. Fevral 1992. İçəridə 28 səhifə. Hər səhifədə deşifrə edilmiş danışıq. Tarix, vaxt, danışanların kodları, məzmun. Fevralın 23-ü, saat 14:35. Kod A7 Bakı və kod M12 Moskva arasında danışıq. Vəziyyət nəzarətdən çıxır. Biz daha gözləyə bilmərik. Siz əmr gözləməlisiniz. Əmr olmadan heç bir hərəkət yoxdur. Amma adamlar ölür. Hər gün xəbər gəlir. Biz bilirik. Amma plan dəyişməz. Siz öz rolunuzu oynamalısınız. Hansı rol? Mən başa düşmürəm. Siz başa düşməyə bilərsiniz. Sadəcə edin dediyimizi. Danışıq burada kəsilir. Amma səhifənin aşağısında kiçik qeyd var. Danışıq 14:38-də kəsildi. Səbəb, xəttin məqsədli şəkildə bağlanması. Məqsədli şəkildə. Deməli, kimsə o danışığı dinləyirdi və kəsdi. Biz növbəti səhifəyə keçdik. Fevralın 25-i saat 21:10. Kod A7 və kod E3 arasında danışıq. Sabah başlayır. Siz hazırsınızmı? Mən heç nəyə hazır deyiləm. Mənə heç nə demədilər. Sizə deməyə ehtiyac yoxdur. Siz sadəcə reaksiya verməlisiniz. Hansı reaksiya? Düzgün reaksiya. Biz sizə siqnal verəcəyik. Mən anlamıram. Siz anlamalı deyilsiniz. Sadəcə edin dediyimizi. Və unutmayın, hər şey qeydə alınır. Danışıq bitir. Və səhifənin kənarında qırmızı qələmlə kiçik qeyd, E3 kodu, xarici əlaqələndirici, şəxsiyyət məlum deyil. Xarici əlaqələndirici. Deməli, oyunda xarici qüvvələr də var idi. Biz 3 saat ərzində
14 qovluq araşdırdıq və hər qovluqda eyni mənzərə, kodlaşdırılmış danışıqlar, qeyri-müəyyən əmrlər, gizli planlar. Amma heç bir yerdə açıq ad yoxdur. Heç bir yerdə açıq məkan yoxdur. Hər şey kod, şifrə, işarə. Sanki onlar bilirdilər ki, bu sənədlər bir gün meydana çıxacaq və ona görə heç bir sübutu açıq buraxmadılar. Amma bir qovluqda biz tapdıq. Qovluğun adı Xüsusi əməliyyat 7-ci fəsil Final mərhələ. İçəridə cəmi 4 səhifə. Birinci səhifədə plan, ikinci səhifədə iştirakçıların siyahısı, kodlarla, üçüncü səhifədə gözlənilən nəticələr, dördüncü səhifədə ehtiyat ssenari. Üçüncü səhifəni oxuyanda bizim əllərimiz titrədi. Orada yazılıb, gözlənilən nəticələr, regional münaqişənin kəskinləşməsi, təsdiqləndi. Mərkəzi hakimiyyətin zəifləməsi, təsdiqləndi. Xarici müdaxilə üçün əsasın yaradılması prosesdədir. Əhali arasında idarə etməyə qarşı etimadsızlığın artması təsdiqləndi. Hakimiyyət dəyişikliyinin qaçılmazlığı planlaşdırılır. Hakimiyyət dəyişikliyi. Deməli, onlar əvvəlcədən bilirdilər ki, Mütalibov getməlidir və bütün bu hadisələr, münaqişə, qurbanlar, xaos sadəcə ona görə idi ki, hakimiyyət dəyişsin. Dördüncü səhifə daha qorxunc idi. Ehtiyat ssenari, plan B. Əgər əsas plan uğursuz olarsa, aşağıdakı tədbirlər həyata keçirilir. Mərkəzi şəxsiyyətin fiziki təcrid edilməsi, alternativ namizədin irəli sürülməsi, media vasitəsilə kütləvi manipulyasiya, beynəlxalq ictimaiyyətin diqqətinin yayındırılması, arxiv materiallarının məhv edilməsi. Arxiv materiallarının məhv edilməsi. Biz indi o otaqda oturub o sənədləri oxuyurduq ki, məhv edilməli idi. Amma niyə məhv edilmədi? Biz bunu arxiv müdirindən soruşduq. O dedi, bu sənədlər məhv edilməli idi. Əmr var idi. Amma məsul şəxs əmri yerinə yetirmədi. O sənədləri gizli yerə köçürdü və başqa kod altında qeydə aldı. Ona görə ki, o bilirdi, bir gün bu həqiqət lazım olacaq. O məsul şəxs kim idi? Arxiv müdiri demək istəmədi, amma dedi ki, o şəxs 2 il sonra vəzifədən çıxarıldı və heç bir izahat verilmədən başqa şəhərə göndərildi. Və o orada 5 il sonra avtomobil qəzasında həlak oldu. Rəsmi versiya sürücünün səhvi. Amma avtomobilin texniki ekspertizası heç vaxt aparılmadı. Biz o otaqdan çıxanda ciblərimizdə 180 səhifəlik qeydlər var idi. 180 səhifə həqiqət. 180 səhifə sübut. Amma bu sübut kifayətdirmi? Çünki sənədlərdə heç bir açıq ad yoxdur, heç bir imza yoxdur. Sadəcə kodlar, şifrələr, planlar. Amma planın mərkəzində kim dururdu? Biz bunu öyrənmək üçün ən cəsarətli addımı atmalı idik. Baş təşkilatçı ilə üz-üzə görüşməyə getməli idik. Moskvanın kənarında, xüsusi mühafizə olunan ərazidə böyük malikanə var. Bu malikanənin sahibi rəsmi olaraq tanınmayan biznesmen. Amma qeyri-rəsmi məlumatlara görə bu malikanədə 1092-ci ildən bəri eyni adam yaşayır. Adam ki, heç vaxt mediada görünmür, heç vaxt ictimai tədbirlərdə iştirak etmir, heç vaxt öz adını çəkdirmir. Amma bu adam var və o hər şeyi bilir. Biz bu adamın izini 2 il axtardıq. Onun adını bilirdik. Arxiv sənədlərində, kodlaşdırılmış danışıqlarda, şahidlərin ifadələrində o ad dəfələrlə çəkilirdi. Amma heç kim onu açıq deməyə cəsarət etmirdi. Çünki bu adam hələ də güclüdür. Hələ də əlaqələri var və hələ də təhlükəlidir. Biz ona müraciət etdik, məktub göndərdik, vasitəçilər axtardıq, təklif verdik. Gəlin danışaq, gəlin sizin versiyanızı da eşidək. 6 ay cavab gəlmədi. Sonra qəfildən telefon zəngi. Qadın səsi, soyuq, rəsmi. Siz müraciət etmisiniz. O sizinlə görüşməyə razıdır, amma şərtlərlə. Birincisi, heç bir qeyd cihazı. İkincisi, heç bir ad çəkilməyəcək.
Üçüncüsü, görüş yalnız bir dəfə, təkrar olmayacaq. Biz razılaşdıq. Görüş 2002-ci ilin sentyabr ayında oldu. Malikanənin böyük otağında, şöminənin qarşısında, dəri kreslosunda oturan qoca kişi. 80 yaşlarında, amma gözləri hələ də kəskin, səsi hələ də qətiyyətli. O bizə əyləşməyi təklif etdi və dedi: "Siz mənim haqqımda çox şey eşitmisiniz, amma heç nə bilmirsiniz. Ona görə ki, həqiqət sizin eşitdiklərinizdən çox fərqlidir." Biz soruşduq: "Siz o hadisələrdə iştirak etdinizmi?" O gülümsədi. İştirak? Mən o hadisələri planlaşdırdım. Mən hər addımı hesabladım, hər nəticəni proqnozlaşdırdım və hər şey planlandığı kimi getdi. Bəlkə bir-iki kiçik səhv oldu, amma ümumi nəticə uğurlu idi. Biz soruşduq: "Hansı nəticə?" O cavab verdi: "Regional tarazlığın dəyişməsi, köhnə sistemin dağılması, yeni oyunçuların meydana çıxması və ən əsası mesajın çatdırılması. Mesaj ki, heç bir kiçik respublika müstəqil qərar qəbul edə bilməz. Heç bir lider öz başına hərəkət edə bilməz. Çünki böyük oyun, böyük oyunçular tərəfindən idarə olunur." Biz soruşduq: "Mütalibov bu oyunun hissəsi idimi?" O başını buladı. "Mütalibov? O sadəcə piyada idi. Zəif, qorxaq, idarə oluna bilən piyada. Biz onu seçdik çünki bilirdik ki, o əmrlərə tabe olacaq və o tabe oldu. Hər dəfə biz ona dedikdə gözlə, o gözlədi. Hər dəfə biz dedikdə danış, o danışdı. Hər dəfə biz dedikdə sus, o sustu. Mükəmməl piyada." Biz soruşduq: "Bəs o qurbanlar? O minlərlə insan?" O cavab verdi və səsində heç bir peşmançılıq yox idi. "Qurbanlar hər böyük oyunda olur. Siz şahmat oynayanda fiqurları qurban verirsiniz ki, şahı mat edəsiniz. Biz də eyni şey etdik. Biz bəzi fiqurları qurban verdik ki, böyük məqsədə çataq və biz çatdıq." Biz soruşduq: "Böyük məqsəd nə idi?" O uzun müddət sustu, şöminəyə baxdı və dedi: "Böyük məqsəd nəzarət. Tam nəzarət. Region üzərində, resurslar üzərində, insanlar üzərində. Və biz bu nəzarətə nail olduq. İndi 30 il sonra baxın ətrafınıza. Hər şey bizim planımıza uyğun gedir. Hər lider bizim razılığımızla hakimiyyətə gəlir. Hər qərar bizim maraqlarımıza uyğun qəbul edilir. Və heç kim bu sistemə qarşı çıxa bilməz." Biz soruşduq: "Siz peşman deyilsinizmi?" O gülümsədi. "Peşmançılıq zəiflərin hissidir. Mən heç vaxt zəif olmamışam. Mən sadəcə öz işimi görmüşəm və mən onu yaxşı görmüşəm." Görüş 1 saat davam etdi. O danışdı, biz dinlədik. Sözünü davam etdirdi və heç bir dəfə səsində şübhə, qorxu, peşmançılıq eşitmədik. O danışdı, sanki tarixi deyil, adi iş hesabatını izah edirdi və biz başa düşdük. Bu adam psixopatdır. Yüksək səviyyəli, təhsilli, nüfuzlu psixopat. Adam ki, minlərlə insanın ölümünü zəruri qurban adlandırır və rahat yatır. Görüşdən sonra biz malikanədən çıxanda mühafizəçi bizə kiçik zərf verdi. Dedi ki, o istəyir ki, biz bunu götürək. Zərfin içində kiçik kağız parçası var idi və kağızda əl yazısı ilə bir cümlə: "Siz həqiqəti axtarırsınız. Amma həqiqət sizin gözlədiyiniz kimi deyil. Həqiqət budur. Dünya güclülər tərəfindən idarə olunur və zəiflər sadəcə tamaşaçıdır. Mütalibov zəif idi. Ona görə də məğlub oldu. Biz indi bilirik ki, o adam kimdir. Biz onun adını bilirik, keçmişini bilirik, indiki vəziyyətini bilirik. Amma biz o adı sizə demək istəmirik. Çünki bu adam hələ də sağdır, hələ də güclüdür və hələ də təhlükəlidir.
və biz bilmirik ki, əgər onun adını açıq çəksək, bizə nə olacaq? Amma sizə bir şey deyə bilərik. O adam indi 80 yaşındadır. O tezliklə öləcək. Və ölməzdən əvvəl o öz xatirələrini yazmağa başlayıb. Xatirələr ki, hər şeyi açacaq. Bütün adları, bütün planları, bütün sirləri. Və o xatirələr onun ölümündən sonra nəşr olunacaq. Avtomatik, vəsiyyətə uyğun. Amma o böyük oyunun maliyyə tərəfi necə idi? Mütalibovun ilk müsahibəsində o, İsveçrə bankındakı 13 milyon dollardan danışmışdı. Biz o pul izini tutmalıydıq. İsveçrə, Zürix şəhəri, Bahnhofstrasse küçəsi. Dünyanın ən məxfi banklarından birinin binası. 1092-ci ilin fevral ayında bu bankın 4-cü mərtəbəsində xüsusi müştərilər üçün nəzərdə tutulmuş kabinetdə hesab açıldı. Hesab nömrəsi CH-774-M-M-092. Hesabın sahibi ofşor şirkət, qeydiyyatı Panamada. Şirkətin real sahibi məlum deyil. Amma hesaba ilk köçürmə fevralın 24-də edildi. Məbləğ 13 milyon dollar. Biz bu hesabın izini 2 il yarım axtardıq. İsveçrə bank sirri. Dünyanın ən güclü qanunlarından biri. Amma hər qanunun boşluğu var. Və biz o boşluğu tapdıq. Bankın keçmiş əməkdaşı, indi pensiyada, Avstriyada yaşayır. O bizə danışmağa razılaşdı. Amma şərtlə. Heç bir ad, heç bir üz, sadəcə səs. Biz razılaşdıq. O hesab adi değildi, dedi o. Səsi dəyişdirici cihazdan keçəndə mexaniki səslənirdi. Adi hesablar müştəri gəlir, sənəd verir, pul qoyur, gedir. Amma bu hesab fərqli idi. Müştəri heç vaxt gəlmədi. Hər şey elektron şəkildə, vasitəçilər vasitəsilə həll olundu. Və ən qəribi, hesaba pul daxil olduqdan 3 gün sonra pul çıxarıldı. Hamısı. 13 milyon dollar 3 gün ərzində 5 fərqli hesaba köçürüldü. Biz soruşduq, hansı hesablara? O cavab verdi. Mən yalnız birinin kodunu xatırlayıram. Çünki o kod qəribə idi. RU-MOD-1992. RU Rusiya deməkdir. MOD nə deməkdir bilmirəm. Amma 1992-ci il idi. Sanki hesab xüsusi olaraq o il üçün açılmışdı. Biz o kodu araşdırdıq. Beynəlxalq bank sistemlərində, köhnə qeydlərdə, arxivlərdə və tapdıq. RU-MOD-1992 Rusiya Müdafiə Nazirliyinin xüsusi əməliyyatlar üçün gizli hesabı. Hesab 1092-ci ilin yanvar ayında açılıb və 1093-cü ilin dekabr ayında bağlanıb. 2 il ərzində bu hesaba ümumi olaraq 87 milyon dollar daxil olub və hamısı çıxarılıb, kiçik məbləğlərlə, fərqli tarixlərdə, fərqli ölkələrə. 13 milyon dollar. Bu, o 87 milyonun bir hissəsi idi. Amma hardan gəlmişdi? Biz Mütalibova bu barədə soruşduq. O uzun müddət sustu və dedi, o pul mənim ən böyük xətam idi. Mənə dedilər ki, bu pul humanitar yardımdır. Qaçqınlar üçün, xəstələr üçün, uşaqlar üçün və mən razılaşdım ki, pul xüsusi hesabdan keçsin. Amma sonra öyrəndim ki, o pulun heç bir qəpiyi qaçqınlara çatmayıb. Hamısı başqa yerə gedib. Başqa yerə? Hara? Biz araşdırmağa davam etdik və tapdıq ki, o 13 milyon dollardan 4 milyon dollar Kipirdəki əmlak şirkətinə köçürülüb. Şirkət 1092-ci ilin may ayında lüks villa alıb. Villanın sahibi məlum deyil, çünki mülkiyyət ofşor vasitəsilə rəsmiləşdirilib. Amma villanın ünvanı məlumdur. Limasol, dəniz sahili, xüsusi mühafizə olunan zona. Biz o villaya getdik 2001-ci ilin iyul ayında. Villa boş idi, satılığa çıxarılmışdı. Əmlak agenti bizə villanı gəzdirdi. Böyük otaqlar, bahalı mebel, dəniz mənzərəsi və divarlardan birində kiçik lövhə. Bu villa 1992-ci ildə inşa edilib. 1092-ci il, məhz o il.
Agent bizə dedi ki, villanın əvvəlki sahibi haqqında heç nə bilmir. Sadəcə bilir ki, sahiblər heç vaxt burada yaşamayıblar. Villa həmişə boş olub. Yalnız bəzən qısa müddətə qonaqlar gəliblər. Hansı qonaqlar? Agent bilmir. Amma qonşulardan biri bizə dedi ki, bir dəfə 1098-ci ildə villada böyük ziyafət olub. Çoxlu adam, bahalı maşınlar, mühafizəçilər. Və qonşu eşidib ki, qonaqlar rus dilində danışıblar. Rus dilində. Deməli, o pul Rusiyalı məmurların cibinə gedib, biz bunu sübut edə bilmirik. Amma faktlar özü danışır. Humanitar yardım pulu 3 gün ərzində xüsusi hesablardan keçib və lüks villalara çevrilib. Və heç kim məsuliyyətə cəlb edilməyib. Mütalibov bizə dedi, mən o pulun hara getdiyini öyrənəndə artıq gec idi. Mən artıq hakimiyyətdə deyildim. Heç bir səlahiyyətim yox idi. Və mənə dedilər, əgər bu barədə danırsan, səni günahlandıracaqlar. Deyəcəklər ki, sən özün o pulu oğurlayıbsan və heç kim sənə inanmayacaq. O haqlı idi. Çünki tarix qaliblər tərəfindən yazılır və məğlublar həmişə günahkar olur. Amma biz indi bilirik, Mütalibov günahkar değildi. O sadəcə alət idi. Alət ki, böyük oyunçular tərəfindən istifadə edildi və sonra atıldı. Və o 13 milyon dollar, bu sadəcə bir nümunədir. Biz bilirik ki, o illərdə yüzlərlə milyon dollar eyni sxemlə yoxa çıxıb və heç kim cavab verməyib. Bütün bu faktları toplayandan sonra bizə ən əhəmiyyətli şahid qalırdı. Adam ki, hər şeyi öz gözləri ilə görmüş, öz qulaqları ilə eşitmişdi. Bakıda, Yasamal rayonunda, köhnə binanın 1-ci mərtəbəsində, kiçik mənzildə qadın yaşayır. 74 yaşında, tək. Heç kimə ehtiyac duymur, heç kimlə əlaqə saxlamır. Amma bu qadın açar şəxsdir. Çünki o, 1092-ci ilin fevral-mart aylarında prezident aparatında katibə işləyirdi. Və o, hər şeyi görürdü, hər şeyi eşidirdi, hər şeyi yazırdı. Biz onu tapmaq üçün 6 ay sərf etdik. O, heç bir sosial şəbəkədə yoxdur. Heç bir telefon kitabında adı çəkilmir. Heç bir arxivdə ünvanı göstərilmir. Amma biz tapdıq. Köhnə həmkarları vasitəsilə uzun axtarışlardan sonra və biz onun qapısını döydük. Qapını açanda ilk sözləri oldu. Mən bilirdim ki, siz gələcəksiniz. 30 ildir gözləyirəm. Biz içəri daxil olduq. Kiçik otaq, köhnə mebel, divarlarında foto yoxdur. Amma masanın üzərində köhnə dəftər var idi. Qalın, dəri cildli, səhifələri saralıb. Bu mənim gündəliyimdir, dedi o. Mən hər gün, hər görüşü, hər telefon zəngini, hər danışığı qeyd edirdim. Çünki bilirdim ki, bir gün bu lazım olacaq. Və indi, 30 il sonra mən sizə bunu vermək istəyirəm. Çünki mən tezliklə öləcəyəm və bu həqiqət mənimlə birlikdə ölməməlidir. O dəftəri bizə verdi. Biz səhifələri vərəqlədik. Hər səhifədə tarix, vaxt, iştirakçılar, mövzu. Xırda əl yazısı, bəzən oxunması çətin, amma hər söz dəqiq, hər detal aydın. Və biz başa düşdük ki, bu dəftər qızıl mədəndir. Burada hər şey var. Kim, nə vaxt, kiminlə, nə barədə danışıb. Fevralın 25-i, saat 16:30. Mütalibovun kabinetində görüş. İştirakçılar, Mütalibov, Müdafiə naziri, Daxili İşlər naziri və naməlum şəxs. Mövzu, təcili tədbirlər. Qadının qeydi. Naməlum şəxs çox qəti danışırdı. Dedi ki, vaxt qalmayıb, qərar qəbul edilməlidir. Mütalibov etiraz etdi. Dedi ki, bu qərar çox ağırdır. Naməlum şəxs cavab verdi. Ağır qərarlar vermək prezidentin vəzifəsidir. Əgər siz verə bilmirsinizsə, biz başqasını tapacağıq. Başqasını tapacağıq. Deməli, artıq o vaxt Mütalibovu əvəz etmək planı var idi. Biz qadından soruşduq. O naməlum şəxs kim idi? O cavab verdi. Mən onun adını bilmirdim. Amma onu bir dəfə koridorda gördüm. Telefon danışığı aparırdı, rus dilində. Və telefonda dedi, general,
Hər şey planlandığı kimi gedir. O tezliklə razılaşacaq. General. Deməli o hərbi şəxs idi. Biz dəftərin səhifələrini çevirdik. Fevralın 26-sı, saat 14:00. Təcili müşavirə. İştirakçılar: Mütalibov, bütün nazirlər və yenə naməlum şəxs. Qadının qeydi. Müşavirə çox gərgin keçdi. Mütalibov dedi ki, vəziyyət nəzarətdən çıxıb, dərhal hərəkət etmək lazımdır. Nazirlər susurdular. Heç kim cavab vermirdi. Sonra naməlum şəxs ayağa qalxdı və dedi: Siz hərəkət edə bilməzsiniz. Çünki əmr yoxdur. Əmr gələnə qədər heç kim heç nə etməyəcək. Mütalibov qışqırdı. Hansı əmr? Adamlar ölür və siz əmr gözləyirsiniz? Naməlum şəxs soyuq səslə dedi. Bəli, biz əmr gözləyirik və siz də gözləyəcəksiniz. Əmr. Hansı əmr? Kimdən? Biz qadından soruşduq. Əmr gəldimi? O başını buladı. Bilmirəm. Amma fevralın 27-si gecə yarısı Mütalibova təcili zəng gəldi. Mən növbədə idim. Telefonu mən götürdüm. Zəng edən rus dilində danışdı. Dedi ki, prezidenti təcili xəttə çağırın. Mən Mütalibovu oyatdım, o kabinetə gəldi. Telefonu götürdü. Danışıq 5 dəqiqə davam etdi. Sonra o telefonu bağladı, masanın üzərinə oturdu və başını əllərinə aldı. Mən soruşdum, nə olub? O cavab vermədi. Sadəcə dedi, get, heç kəsi buraya buraxma. Mən çıxdım və o sabaha qədər kabinetdə qaldı. Tək. O gecə nə baş verdi? Biz heç vaxt dəqiq bilməyəcəyik. Amma qadının dəftərində fevralın 28-nə aid qeyd var. Mütalibov dəyişib. Sanki bir gecədə qocalıb. Gözləri boşdur. Əlləri titrəyir. Heç kimlə danışmır. Nazirlər gəlir, o onlara baxmır belə. Sanki artıq heç nə onu maraqlandırmır. Biz qadından soruşduq. Siz nə düşünürsünüz? O gecə ona nə dedilər? O cavab verdi. Mən düşünürəm ki, ona dedilər, sən artıq lazım deyilsən. Sənin rolun bitib. İndi kənara çəkil və sustuğun üçün sağ qalacaqsan. Amma əgər danışsan, səni məhv edəcəyik. O sustu və sağ qaldı. Amma hansı həyat? Sürgündə, tənhalıqda, unutulmuş. Qadın bizə dəftəri verdi. Götürün, dedi. Mən artıq qorxmuram. Mən qocayam. Ölüm yaxındır. Və mən istəyirəm ki, ölməzdən əvvəl həqiqət meydana çıxsın. Həqiqət ki, mən 30 il ürəyimdə gəzdirmişəm. Biz o dəftəri götürdük. Və indi o dəftərdəki hər səhifə, hər qeyd, hər detal sizin qarşınızdadır. Bu, canlı tarixdir. Tarix ki, bir qadının cəsarəti sayəsində xilas olub. Bütün bu araşdırmaların sonunda biz özümüzə bir sual verdik. Bu həqiqətlər bugün nə üçün vacibdir? O araşdırma bizə 20 il çəkdi. İndi 22-ci ilin payızı. Bakının küçələrində gənclər gəzir, kafelərdə çay içirlər, telefonlarına baxırlar. Onlar 92-ci ili bilmirlər. Onlar Mütalibovu bilmirlər. Onlar o faciəni bilmirlər, çünki onlara heç kim deməyib. Biz küçəyə çıxdıq və təsadüfi insanlara sual verdik. Ayaz Mütalibov kimdir? 100 nəfərdən yalnız 14 nəfər cavab verə bildi. Qalan 86 nəfər ya bilmirdi, ya da səhv məlumat verdi. Bir gənc dedi, o Sovet dövründə nəsə idi, elə deyilmi? Başqa biri dedi, eşitmişəm, amma dəqiq xatırlamıram. Unutma. Sistemli, məqsədyönlü unutma. Dərsliklərdə Mütalibov haqqında bir-iki cümlə var. Mediada onun adı demək qadağan deyil, amma heç kim demir. Sanki o adam heç vaxt olmayıb. Sanki o dövr heç vaxt baş verməyib. Amma biz unutmadıq. Və biz unutturmayacağıq. Çünki unutmaq təkrarlamaq deməkdir. Və biz təkrarlamaq istəmirik.
Biz bu filmi çəkərkən bizə dəfələrlə dedilər: "Buraxın, keçmişi qarışdırmayın. Nə lazımdır köhnə yaraları açmağa?" Amma biz cavab verdik: "Yaraları açmaq lazımdır ki, onlar sağalsın. Gizli yaralar çürüyür və bədəni zəhərləyir. Biz istəyirik ki, cəmiyyət sağalsın." Mütalibovun kaseti Bu sadəcə audiolent deyil. Bu simvoldur. Simvol ki göstərir, həqiqət silinə bilər, amma tamamilə yox edilə bilməz. Həqiqət yaddaşlarda qalır, sənədlərdə qalır, şahidlərin sözlərində qalır və gec-tez həqiqət meydana çıxır. Biz bu filmdə sizə göstərdik kaseti və onun silinmiş hissəsini, Mütalibovun son müsahibəsini, gizli ziyarətçini və diplomatikanı, 3 şahidin ifadələrini, tibbi sənədləri və psixiatriya hesabatını, mistik kabineti və 7-ci fəsli. Mütalibovun fiziki məhvini, arxiv sənədlərini və kodlaşdırılmış danışıqları, baş cəlladı və onun etirafını, bank hesabını və oğurlanmış milyonları, son şahidi və onun gündəliyini. Bütün bunlar sübut. Sübut ki, 92-ci ildə baş verənlər təsadüf deyildi. O, planlaşdırılmış əməliyyat idi. Əməliyyat ki, minlərlə insanın həyatına başa gəldi. Ölkəni xaosa sürüklədi və bir adamı, Ayaz Mütalibovu əbədi günahkar elan etdi. Amma həqiqi günahkarlar kimdir? Biz onların adlarını bilirik. Biz onların üzlərini bilirik. Və biz bilirik ki, onlardan bəziləri hələ də sağdır, hələ də gücdədir, hələ də nüfuzludur və onlar heç vaxt məsuliyyətə cəlb edilməyiblər. Ədalət yoxdur, hələ. Amma biz inanırıq ki, bu film ədalətə doğru ilk addımdır. Addım ki, gələcək nəsillərin atacağı böyük yolun başlanğıcıdır. Ekranda qaranlıq, sonra yavaş-yavaş işıq yanır. Mütalibovun üzü, qoca, yorğun, amma gözlərində hələ də həyat var. Mən bilirəm ki, tarix məni bağışlamayacaq. Mən bilirəm ki, insanlar məni günahkar sayacaq. Və bəlkə də haqlıdırlar. Çünki mən o vaxt güclü olmadım. Mən etiraz etmədim. Mən sadəcə itaət etdim. Amma mən istəyirəm ki, siz biləsiz. Mən tək deyildim. Məndən əvvəl də, məndən sonra da çoxlu liderlər olub ki, onlar da eyni vəziyyətdə qalıblar. Onlara da deyiblər, ya itaət et, ya məhv ol. Və onlar da itaət ediblər. Sistem belə qurulub. Sistem ki, real hakimiyyət seçilmiş liderlərdə deyil, kölgədə qalan qüvvələrdədir. Və o qüvvələr heç vaxt məsuliyyət daşımırlar. Çünki onlar görünmürlər. Mən indi sizə bir şey xahiş edirəm. Araşdırın, sual verin, tələb edin. Çünki əgər siz susarsınızsa, sistem davam edəcək. Və gələcək nəsillər də eyni tələyə düşəcəklər. Mənim kasetimdə silinmiş 15 dəqiqə var. Amma sizin yaddaşınızda heç nə silinməməlidir. Xatırlayın və unutturmayın. Ekran yavaş-yavaş qaranlığa gedir. Sonra mətn peyda olur. Ayaz Mütalibov 2022-ci ildə Moskvada vəfat etdi. Onun son sözləri: "Mən bağışlanmaq istəmirəm. Sadəcə başa düşülmək istəyirəm." Mətn yox olur. Yeni mətn. Bu filmdə göstərilən bütün faktlar sənədlərlə təsdiqlənib. Bəzi adlar təhlükəsizlik səbəbindən açıqlanmayıb. Amma həqiqət açıqlanıb. Mətn yox olur. Ekranda yalnız bir cümlə qalır. Siz nə düşünürsünüz? Mütalibov qurbanmı, yoxsa günahkarmı? Ekran tamamilə qaranlıq olur. Səs eşidilir. Kasetin fırlanma səsi. Sonra statik səs. Sonra səssizlik. Ekranda yenidən işıq yanır. Kamera yavaş-yavaş hərəkət edir və biz görürük. O qəhvəyi kasetin özü. Masa üzərində, tək, işıq altında. Kamera yaxınlaşır və biz görürük.
Kasetin üzərində üçüncü qeyd. Kiçik, az görünən. Həqiqət hər zaman qalib gəlir. Amma nə qiymətə? Kamera dayanır. Uzun fasilə. Sonra ekranda mətn. Şərhlər bölməsində bizə yazın. Sizin fikrinizə görə o silinmiş 15 dəqiqədə nə var idi? Mütalibov əsl qurbanmı, yoxsa hər şeydən xəbərdar iştirakçı mı? Baş cəllad kimdir? Siz onun kimliyini təxmin edə bilirsinizmi? Ən maraqlı şərhləri növbəti videoda oxuyacağıq. Ekran qaranlığa gedir. Son səs kasetin klik səsi. Sanki kimsə onu dayandırıb.